Sadə cümlənin şəxsə görə növləri düzgün göstərilmişdir. Gərək başqalarına yuxarıdan aşağı baxmayasan. Burada cümləmizin xəbəri baxmayasan sözüdür və görünür ki, ikinci şəxsin təkindədir. Lakin cümlədə mübtəda yoxdur. Həmçinin fikir ümumi olduğu üçün, hər kəsə aid olduğu üçün müəyyən şəxsli yox, ümumi şəxsli olmalı idi. Ədalətli insanlardan xoşum gəlir. Xoşum gəlir kimdən? İnsanlardan tamamlıq, necə ədalətli təyin. Görünür ki, burada xəbərimiz frazoji birləşmə ilə ifadə olunur və cümləyə mübtəda əlavə etmək mümkün deyil. Deməli, şəxssiz cümlədir. 2 doğru olacaq. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Verilən nümunə atalar sözü olsa da, yaxşıdır sözü xəbər, gündüzün şəri cümlənin mübtədasıdır. Mübtəda olan cümlə ümumi şəxsli yox, müəyyən şəxsli olmalı idi. Ona görə bu da yanlışdır. Artıq onun yolunu gözləməkdən bezmişdi. Bezmişdi kim? O. Cümlədən mübtəda olmasa da biz onu bərpa edə bildiyimiz üçün müəyyən şəxslidir, doğrudur. Daldan atılan daş topuğa dəyər. Bu da ümumi şəxsli ola bilməz, çünki cümlədə mübtədamız mövcuddur. Müəyyən şəxsli cümlədir. Cavabımız 2 və 4 olur.